Salam hörmətli izləyicilər, xoş gördük sizləri Sahlənin Mətbəx kanalında. Əziz izləyicilər, bugün biz çox gözəl bir sos hazırlayacağıq. Bu sosu belə deyərdim, ət yeməklərindən, ondan sonra nə bilim kartof yeməkləri, qızartması, püresi, xamır yeməkləri vermişik, makaron, ondan sonra gürcü xəngəli və yaxud belə deyək də düşbərənin bilirsiniz ki, bizim xanımlar düşbərəni hazırlayır, soğuducuda dondurur, sonra isə qışda onu belə deyim işlədirlər. Yəni onu soğutma bişirib bax üzərinə bu sosdan tökür, çox dadlı alınır. Bunun üçün bizə nələr lazım olacaq? Gördüyünüz kimi bax belə bir tomat pastasıdır. Şirin bibardır, yuyulub təmizlənib. Ondan sonra bibarda acı bibar. Acı bibarı toxumlu biz bunun içine tökəcəyik. Çünki toxumları özü bir həm buna dad verir, həm bəzəkli. Biz də başını kəsib, təmiz yuyub şeyləmişik. Şüyüdlü, istəsəz kişnişdə əlavə edə bilərsiniz. Biz etmirik. Ondan sonra pul bibar acı olmalıdır. Qırmızı istiot, qara istiot və duz əlavə edəcək. Təbii ki, bir də su. İndi başlayırıq bunları hazırlamağa. Bunu blenderdə hazırlayacağıq. Deməli əzizlərdə gördüyünüz kimi şüydümüzü belə qoyduq. Üzərinə bibarlarımızı belə kəsib qoyuruq. Şirin bibarımızı. Və acı bibarımızı. Belə kəsirik ki, şey olsun. Ondan sonra pul bibarımızı əlavə edəcəyik. Deməli əziz izləyicilər, pul bibardan belə tökürük. Ümumiyyətlə mən acı çox sevirəm, ona görə biraz acı edirəm. Plusda içində də hətta bibar da var. Ondan sonra qırmızı istiot tökürük. Qırmızı istiotumuz ümumiyyətlə acı deyil, şirindir. Belə tam versin deyə tökürük. Qara istiot da tökdük və duz. Duz da belə. Və tomatımızdan əlavə edirik. Çox qatıdır. Yaxşı tomatdır, yəni İran tomatıdır. Çox qatıdır. Qatı olmağı yaxşıdır ki, deməli 3 qaşıq zat da belə doldurulmamış da, yəni ağzına qədər. Çox dolduranda belə dağ boyda, belə deyək. Onda şey dedik, 2 də qaşıq edirik. İndi isə 1, 3-4 belə azca da, yəni az oldu. Deməli əzizlərcə belə tomat da tökdük. Üzərinə isə bax beləcə suyu edirik. Yəni 2 armudu stakanı su əlavə edəcək buna. 2 armudu stakanı su. Hardasa buradan oldu bax belə. İndi blenderimizi hazırlayıb və başlayacağıq bunu əzməyə. Belə əziz izləyicilər, blenderimizi hazırladıq və başlayırıq çırpmağa. Deməli əziz izləyicilər, çırpandan sonra açırıq. Baxın necə gözəl bir sosumuz alınıbdır. Belə indi qaba qoyub bunu servis edə bilərik. Bax belə əziz izləyicilər, gördüyünüz kimi artıq sosumuz hazırdır. Bu sosu siz xəmir və digər yeməklərlə yeyə bilərsiniz. Bundan öncə gözəl bir sosumuz var idi. Sarımsaqlı, reyhanlı zatlı. O sırf spagettidir, düzdür. Onu da digər soslarına yeyə bilərsiniz. Yeməklərlə daha doğrusu yeyə bilərsiniz. Bunu isə sırf hər bir şeylə, yəni ət yeməklərindən, xəmir yeməklərindən, nə bilim kartof,
pirajki və sairə yeməklərlə yeyə bilərsiniz. Amma bundan öncəki olan reyhanlı sosumuz belə onda da şüyüd zat vardı, sarımsaq. O sırf spagetti üçündür. Bax belə əziz izləyicilər, bu qədər. Hər kəsə təşəkkürlər. Kanalımıza abunə olun, videolarımıza da like qoyun. Sağ olun, salamat qalın.